Məncə oyun yaxşı keçdi, üstünlüyümüz şəraitində keçdi. Yəni bütün oyunu biz oynadıq demək olar. Epizodları dəyərləndirə bilmədik. Yaxşı epizodlarımız var idi. Mənim 100% gol epizodum var idi. Yəni qismət belə gətirdi. Ümumi olaraq məşq toplantısına çox yaxşı başladıq. İstər Bakıda, istər Belarusiyada yaxşı keçdi məşq toplantımız. Lakin Belarusiyadakı oyunda xoşagəlməz səhvlər buraxaraq gollar yedik. Məğlub olduq, amma çalışdığımız qədər bu oyuna yaxşı kökləndik. Bakıdakı məşqlərdə özümüzü ən yaxşı tərəfdən göstərdik ki, bugünkü oyuna hazır olaq. Məncə bugünkü oyuna da yaxşı başladıq. Yaxşı da sonluq ola bilərdi, lakin heç qurtardı oyun. Yəni bu futboldur, emosional olur hər kəs, yəni ona görə də belə bir şeylər baş verir. Düzdür, xoşagəlməz hadisələrdir. Heç kəs istəməz ki, belə bir şeylər olsun. Amma ki, yəni bu qaçınılmazdır futbolda. Yox, belə baxanda hər kəs hal-hazırda formadadır. Düzdür, yəni elə oyunçular var ki, çempionatda çox şans qazanmır, amma ki, yəni bu heç bir şey deyil. Yəni istər-istəməz gələndə bura hamı var gücünü qoyur. Çünki bu milli komandadır. Burada ölkəmizi, yəni biz ölkəmizi qoruyuruq. Ən azından ölkəmizin adı gedir. Ona görə də çalışdığımız qədər hər şeyin ən yaxşısını eləməyə çalışırıq. Hal-hazırda Neftçidəyəm. Mənim bir illik müqaviləm var. Hələ heç nə fikirləşmirəm. Düzdür, baxacağım təkliflərə, yəni təkliflər olsa Neftçi ilə danışacağıq. Amma ki, hələ ki Neftçini fikirləşirəm. Fikirləşirəm ki, Neftçi gələn sezona çox yaxşı yerlərə gələcəm. Yəni hər bir futbolçunun hədəfi odur ki, Avropada oynasın. Mən də yəni gələn mövsüm üçün Avropada istəyirəm çıxış eləyim ölkəmi, legioner həyatı yaşamaq istəyirəm. Qismət olsa yaxşı olacaq.